Salam əziz abituriyentlər. 19 nömrəli tapşırığın həllinə baxaq. Testlər toplusu natural ədədlər bölməsindən deyir ki, A, B natural ədədlərdir. A, B natural ədədlərdir. A vur B, üstəgəl 3B bərabərdir 20 olarsa, A-nın alaca biləcəyi qiymətlərin sayını tapın. Əvvəlcə mən B-ni çıxardaram mötərizə xaricinə. Qalar A üstəgəl 3 bərabərdir 20. Onda B bərabər olar 20 bölünmüş A üstəgəl 3. Buradan mən nə edirəm? B-nin tapmaq üçün A da natural ədəddir, B də natural ədəddir. Ona görə də mən elə ədədlər verməliyəm ki, məxrəcdə 20-nin bölənləri olmalıdır bu. Və B natural ədəd olsun. Onun ötürü deməli mən A-ya 1 verərəm. A 1 olanda B olar 5. A 2 olanda 4. B 4. A 3 olanda natural ədəd olmur. A 4 olanda natural ədəd olmur. A 5 olanda olmur. A 6 olanda olmur. A 7 olanda B olur 20 böl 10 bərabərdir 2 və A 17 olanda B olar 1. Beləliklə, B-nin ala biləcəyi qiymətlərin sayı 4 olar. Diqqətiniz üçün təşəkkür edirəm.